Yenə də mənim bu çıxışım indi bəzi deputatların acığına gəldi. Deputat Qənizadə, Çingiz Qənizadə. O Ağdaşda qazi çıxıb corab satır. 80 manat pensiya alır, 50-liyini ala bilmir. Döyüşüb bu insan. Çingiz Qənizadə çıxıb irad bildirir. O deyir qaraçıdır deyir. 2500 manat Yaşad fondu ona deyir yardım edir. Bəs bu Yaşad fondu ona olan İranəli pulları bəs hara verir? Hara verməlidir? Bu adam döyüşüb vətən üçün canını verir. 80 manatda pensiya alır, qaziliyini ala bilmir. İranə nə desən ki qaraçıdır, bu döyüşüb bu vətən üçün. Niyə yardım olunmur ki? Niyə əlillik verilmir ki? Niyə dəstək olunmur ki? Bəs bu neçə dənə qazilər var ki, əlilliyini ala bilmir. Niyə dəstək olmursunuz ki? Ay, hörmətli deputatlar. Bəs millət sizi seçib ora ki, və cəmaata dəstək olasınız da. Bu problemləri aradan qaldırasınız da. Deyirsiniz ki, yalandandır. O insan yalandan o boyda şov çıxardacaq. Canlı gedin təbibdən, gedin yoxlamadan, ekspertiziyadan, gedin səhiyyədən, canlı yoxlayın, çəkiliş eləyin. Ondan sonra ictimailəşdirin, cəmaat da görsün ki, bu qazi yalandandır. Canlı göstərin də, hərəviz bir ağzınızdan avaz gələni oxuyursunuz ki, yalandan deyir, qazi deyil, şov çıxardır. O insan niyə şov çıxarsın ki, evlatları var, özü niyə biabr eləsin? Bu adam döyüşüb vətən üçün, başa düşmürsünüz ki? Bu insan vətən üçün döyüşüb, can qoyur. Niyə dəstək olmursunuz ki? Yaşad fondu 2500 manat verir. Yaşad fonduna İranı olan pullar hara gedir bəs? Və kimə verilməlidir o pullar? Niyə adam əsəb eləyirsiniz? Yenə də adamı çıxardı sözündən. Bu adam çıxıb ki, qaziyəm, canımı qoymuşam mən bu vətən üçün. Hər dəfə də bu qazilərə baxanda adamın ürəyi parça-parça olur. Adamın tükləri biz olur da, adam gözümdə yaş qalmayıb ağlamaqdan. Ona xahiş edirəm, buna xahiş edirəm ki, onu yola qoy, bunu bu yoluna qoy. Ona köməkli elə, özümüz əlindən gələni eləyək. And olsun Allah'a ki, mən nə qədər o qaziləri görürəm, ürəyim partiyyə danışa bilmirəm. Adamı da bəs süründə da. Şəki şəhərində nə qədər qazi dostlarım var ki, onlar əliliyini ala bilmir. Hələ çıxıb bir deputat ayda 4000-5000 maaş alırsan. Ay deputat, sənsiz əlbəttə ki, oxuduğun avaz elə belə avaz olacaq da. 4000-5000 ayda bir maaş alırsan da sənin üçün əlbəttə ki, rahat yaşamaq olacaq. Bəs o yazıq və 80 manatla neynəsin? 80 manat heç işıq pulu eləmir. Bütün adamı əsəb eləyirsin. Danışmırıq. Hətta bu qədər də yox da, min adam başına da. Nə qədər mənim çəkilişlərim hamısı reklamdır, hamı tərif eləyirəm. Hamını tərif eləyəm ki, qoy işində biraz da ruhlansın, cəmaata dəstək